hələ burada bir dəfə, bir saat da olsun nə motordan, nə kəndən istifadə eləməmişəm, ehtiyac da yoxdur. Düzdür, 10 tonluq kənim var. Ancaq heç ehtiyac olmayıbdır. Ona mən ki, yadımdan çıxıb ki, mənim kənim var, çünki ehtiyac yoxdur. Həyat da hər zaman sulanır, baxılır, təmizlənir. Yəni bu formada yenə də deyirəm, çox şey artırmaq olar. Müxtəlif ağac, əlavə ağaclar əkməyə geniş yer qalıbdır. O prosta indi zövqə uyğun. Öz bəhrəsi kimi kimsə balaca lap ağac əkib böyüdə bilər. Yəni geniş də ərazisi var, yenə də əkin, biçin üçün ərazisi var. Elxan bəy, alıcılar həmişə maraqlanır və bu sualı sizə verirəm. Əmlakın satmaq səbəbini açıqlayardınız. Satmaq səbəb inşallah xeyirlikdir, xeyir işlə bağlıdır. Yəni biz də inkişafa doğru gedirik, bizim də qarşıda müəyyən planlarımız var. Həyat bir yerdə durmur, biz də biraz aktiv insanlarıq, çalışırıq, nə bilim, müəyyən dəyişiklik eləyək. Əslində mənim başqa yerdə də var əmlakım, bağım, indi qalır adam iki bağ arasında. Əlbəttə ki. Oranı da saxla, buranı da saxla, biraz çətin olur. İndi ona görə belə müəyyən eləmişik ki, qismət, yəni ki, indi kimə qismətindədirsə gəlsin, çıxsın. Həm bizə yaxşı olsun, həm alıcıya yaxşı olsun. İnşallah mən həmişə ədalətli, insaflı alış-veriş arzu edirəm hər iki tərəfə. Yəni həm müştəriyə, həm satana. Bu ən önəmli məsələdir ki, ədalətli olsun və insaflı bir alış-veriş olsun, halal alış-veriş olsun inşallah ki, qalanı Allah təvəkkül görək. Elxan bəy, əsas məsələ, keçək qiymət məsələsinə. Qiymət belədir, Vüsal bəy, siz özünüz də yəqin məlumatınız olub da, buranı mən yüksəklə başlamışdım açığı, hardasa 980 startılı başlamışdıq. Sonra salmışam 870-ə, ondan sonra salmışam 750-yə. Ancaq indi nə deyim, indi bu günləri baxırıq, yəni buranı satmaq lazımdır. Ona görə hardasa 690-da dayanmışam. Şimdi yenə də elə bir müştəri olar ki, 5 manatı, 3 manatı çatmaz. Yəni çalışacağıq ki, əsas odur sevən adam buranı gəlsin. Buranı gəlsin, bəyənsin, sevə-sevə almaq istəsin. Elə insana təbii ki, indirim eləyəcəyik, əli boş qaytarmayacağıq. İndi o kimsə olar pulu çatmaz, neynəməz, bunların hamısını nəzərə alacaq. Əsas məsələ odur ki, ay gəldim mən 800 minlik bağı 600 minə, 700 minə aldım, çıxdım, getdim. Yox, sevib yaşamaq istəyən, ailəsi ilə gözəl həyat keçirmək istəyən gəlsə, əli boş qaytarmayacaq inşallah ki, o insanı. Qalanı da Allah təvəkkül görək nə olur. Ancaq burada özümüzə görə eləmişik. İndi nə dərəcədə yaxşı alınıb, qismət olar, alan olarsa, gəlib yaşayanda inanıram ki, dua eləyəcək. İnanıram ki, deyəcək ki, Allah buranı tikənin atasına rəhmət eləsin. İnanıram ki, bir rəhmət qazanarıq inşallah. Əsas da odur mənim zənnimcə. Sağlıq olsun, görək. Oldu Elxan bəy.